Hidayət nə deməkdir? Quranın bir çox ayələrində hidayət sözünə rast gəlirik. Onların hamısının mənası əsas etibarilə iki anlama gəlir. 1. Genetik yönləndirilmə. Bu, bütün məxluqatda müşahidə olunur. Genetik yönləndirilmə dedikdə, bütün yaradılmışların yaradılış sistemində və dünyadakı mövcud nizam əsasında Allahın nəzarəti altında yönləndirilməsi nəzərdə tutulur. Quran-ı Kərimdə bununla bağlı Hz. Musa əleyhissalamın dilindən belə deyilmişdi. Rəbbimiz hər bir varlığa mövcud olması üçün lazım olan hər bir şeyi verib, sonra da doğru yol göstərəndir. Taha surəsi 50-ci ayə. 2. Dini yönləndirmə. Bu proses peyğəmbərlər və səmavi kitabların vasitəsilə həyata keçirilir. İnsanlar onların təlim-tərbiyəsi nəticəsində təkamül yolunda irəliləyir. Yönləndirilmənin bu növündə də Quran-ı Kərimin bir çox ayələrinə toxunulmuşdu. Misal üçün, aşağıdakı ayəyə diqqət yetirək. Biz onları əmrimizlə hidayət edən imamlar təyin etmişik. Ənbiya surəsi 73-cü ayə, Səzdə surəsi 24-cü ayə. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.